Əziz, dəyərli poeziya severlər, biz bugün şair Məmməd Ağa Dadaşovla qısaca Məmməd Ağa ədəbi söhbətlər mövzusunda növbəti görüşümüzü davam elətdiririk. Belə ki, Məmməd Ağa müəllim yaxınlarda nəfis şəkildə 400 səhifəlik yeni kitabını Dərdə Daşda Dözməyir adlı kitabını buraxmışdır. Münasibətlə onu təbrik edirik, daha böyük uğurlar arzulayırıq. Növbəti kitabını hədəfləməyi arzulayırıq. O cümlədən Azərbaycan jurnalının, bizim ədəbi mühitimizi təmsil edən Azərbaycan jurnalının bu ilin 3-cü, 4-cü nömrəsini onunla qısaca da olsa müzakirə etməyə vaxt tapa bildik. Məmməd Ağa müəllimin indi bu kitabda olan şeirlərindən bir neçəsini videoya yazmaq niyyətindəyik inşallah və YouTube'a yerləşdirəcəyik. Və burada gedən qısaca icmalımızı da inşallah YouTube'da yayımlayacağıq. Diqqətinizə görə çox sağ olun.